Herkese salam. Mən Həba Zamirli, FES Akademiyanın Azərbaycan dili və ədəbiyyat fənləri üzrə təlimçisiyəm. Bu videoda ədəbiyyat fənnindən müxtəlif əsərlərdə qarşımıza çıxan eyni adlı obrazlar haqqında danışacağıq. Ekranda gördüyünüz adları bir neçə əsərdə görmüş ola bilərsiniz əslində, amma ola bilər ki, yadınıza düşməsin. Biz videoda izah etdikcə xatırlayacaqsınız. Demək, Aslan bəy obrazına biz harda rast gəlirik? Oqtay İloğlu əsərində Aslan bəy obrazı var. Bundan başqa Durnateli qolunda Aslan Paşa obrazı var. Eyni zamanda Anamın kitabında da Aslan obrazına rast gəlirik. Aslan bəy orada da var. Deməli, 3 müxtəlif əsərdə biz Aslan obrazına rast gəldik. Cahangir obrazı bizim qarşımıza çıxır. Müsibət-i Fəxrəddin əsərində, deməli, Səadət xanımı sevən bir gənc idi. Eyni zamanda Cahangir obrazı bir də İntiqam hekayəsində, Qılman İnkinin İntiqam hekayəsində Xəzəngülün cəbhəyə gedən əri idi. Gələbəydə döyüşlərdə olan əri idi. Bundan başqa Qurban obrazı ədəbiyyatımızda bir neçə əsərdə qarşımıza çıxır. Hekayət-i Müsyo Jordan və Dərviş Məstəri Şah əsərində Qurban bəy var. Zərdablı Qurban bəy epizodik bir obrazdır. Ondan sonra bizim qarşımıza çıxır bu obraz Bahar əsərində Bir Gəncin Manifesti romanının Bahar parçası adlanan parçasında bu əsərdə də Qurban obrazı var. Deməli, Kəblə qurbanı idi. Bundan başqa qarşımıza çıxır Aldanmış Kəvakibdə Qurban bəy obrazı var. Hansı ki, Yusif Şah özü hakimiyyətə gələndən sonra gətirdiyi adamlardan biri idi. Belə, bundan başqa Səlma obrazı qarşımıza çıxır. Elə Aldanmış Kəvakib əsərində Şah Abbasın arvadı idi Səlma xatun. Eyni zamanda Hüseyn Cavidin ana faciəsində də Səlma ana obrazı qarşımıza çıxır. Rüstəm obrazı da ədəbiyyatımızda bir neçə əsərdə qarşılaşdığımız obrazlardandır. Bizim keçdiyimiz əsərlər içərisində Rüstəm obrazını biz görərik Müsibət-i Fəxrəddin əsərində, eyni zamanda Anamın kitabı əsərində bu obraz bizim qarşımıza çıxacaq. Ana xanım obrazı. Deməli, bu obraz Zeynalabdin hekayəsində bizim qarşımıza çıxır. Hacı Zeynalabdin Tağıyevin anası olaraq. Bir də Talvar hekayəsində də Ana xanım obrazına rast gəlirik. Orada Əlabbasın böyük oğlu Ağa Muxtarın həyat yoldaşı olaraq, yəni Əlabbas kişinin böyük gəlini kimi bizə təqdim olunur. Bahar adlı obraza biz rast gəlirik. Bir Mir Cəlalın Bir Gəncin Manifesti romanında elə Baharın adı ilə adlanır həmin parça. Bir də Nurəddin əsərində Bahar onun dayəsi idi. Səadət obrazı da iki əsərdə qarşımıza çıxır. Bir Rəşid bəy və Səadət xanım əsərində, bir də Müsibət-i Fəxrəddin əsərindəki Səadət xanım. Eyni zamanda qeyd edək ki, Səadət xanım burada maarifçi qadın surəti kimi də yadda qalır. Vaqif adlı obraz bizim qarşımıza harda çıxacaq? Deməli, Səməd Vurğunun Vaqif piyesində, eyni zamanda Anarın Keçən ilin son gecəsi piyesində Həmidə xalanın nəvəsi olaraq görürük bu obrazı. Gülpəri obrazı bir Qurbanəli bəy hekayəsində var. Bir də Nurəddin hekayəsində onun ögey anası olan Gülpəri obrazı var. Səməd obrazı da bir neçə əsərdə qarşılaşdığımız obrazlardandır. Demək, Səməd obrazı Aldanmış Kəvakibdə var. Mollabaşı Axund Səməd. Anamın kitabında var Səməd. Eyni zamanda Oqtay İloğlu əsərində də var. Demək, Mələk obrazı İsmail Şıxlının Dəlikür əsərində qarşımıza çıxır. Bir də Müsibət-i Fəxrəddində Fəxrəddin bəyin anası olaraq görürük bu obrazı. Gülbahar obrazı Anamın kitabı əsərindəki üç qardaşın bir bacısı olan Gülbahar obrazını tanıyırıq. Bir də Müsibət-i Fəxrəddində Mahmud bəyin həyat yoldaşı olan Gülbahar obrazını görürük. Əhməd obrazı da çox qarşılaşdığımız adlardandır. Bu ad Ağıllı Uşaq nağlında olan həmin o Ağıllı Uşağın adıydı. Eyni zamanda Dərzi şagirdi Əhməd nağlındakı gəncin adı da Əhməd idi. Həmzənin Qıratı qaçırmasında Bəlli Əhməd var. Durnateli qolunda da Bəlli Əhməd var. Müsibət-i Fəxrəddində də Əhməd nökərlərdən biri idi. Demək, bir neçə əsərdə qarşılaşdıq. İlxan obrazı bizim qarşımıza çıxacaq. Deməli, Od gəlini əsərində, eyni zamanda İblis faciəsində. Şahmar obrazı isə, demək, Müsibət-i Fəxrəddində Fəxrəddinin qardaşının adı idi. Eyni zamanda Xurşudbanu Natəvanda da Möhnətlə Şahmar kəndlilər olaraq demək qarşılaşdığımız obrazlardır. Qaraxan obrazı, deməli, şifahi xalq ədəbiyyatından olan yaradılış dastanında qarşılaşdığımız Qaraxan obrazı var. Bir də
Deməli, Dürrəttin etməyi qolunda Köroğlunun gedib məğlub etdiyi, hansı ki Köroğlunun sürüsünü, daha doğrusu ilxısını öz ilxısına qatıb oğurlayan Qaraxan obrazı var idi. Eyni adlı obraz kimi bunları yazmaq mümkündür. Eyvaz obrazı, deməli, bir Köroğlunun oğlu olan Eyvaz var. Yəni biz bunu görürük məsələn Durna qolunda, biz bunu görürük Həmzənin qrafik açılması qolunda, eyni zamanda İlyas Əfəndiyevin Xurşudbanu Natəvan piyesində də Təxminənin atası olan Kör kamançaçının əsl adı Eyvaz idi. Hansı ki İran şahzadəsi tərəfindən gözləri çıxartdırılmışdı. Belə, ədəbiyyatımızda əslində eyni adlı obrazlar çoxdur. Bizim imtahanımıza düşəcək əsərlərin içərisində qarşılaşdığımız obrazlarla sizi tanış etdim. Mənim bu videoda qeyd etmədiyim, sizin yadınıza düşən başqa bir obraz varsa əgər rəylərdə qeyd edə bilərsiniz. Növbəti videolarda görüşərik.